Herkese salam, kanalıma hoş geldiniz. Haber verdiğimiz kimi aparıcı Çınarı Əliyeva həyat yoldaşı, anası ve kızı ile istirahate yollanan, bu istirahattan olan yeni görüntülerini izleyicilerle bölüşüp söz eden görüntüleri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni haberler izlemek için kanalımıza abone olmağı, videolarımıza like etmeyi unutmayın. Burada gün geldi. Aha, Böyle güzelliği var burada. mama. Aslında Titanic diyorsun. Dostlar, bir dənə söz deyim. Bura ilk dəfədir gəlirimdə. Yəni burada olmamışam bu oteldə. Anamla gəlmişəm, ailəmizlə də bütün elə bir nəsil gəlib. Komanda böyüdü. Yıxılarsan xala qurban. Sonra nə deyəcəyim? Anam mənə buranı çox tərifləyib yenə. Bu dəfə anamın istəyi ilə gəldim. Dedi Çınarə, gəl və bəyənəcəksən. Amma doğrudan bəyənəcəm. Sen buranı çok beğenmişsin. Bəyənməsən mən pulumu verəcəksən. Qaytarırım. Hə, Qaytarırım. verişi yox. Eminim. Aa, su əriklidir, xoşuma gəlir. Aa, nə gözəldir. Doğrudan çox gözəldir. Şərifli. Ağaçların büyüdü. Ödəmişsin şivol günlərində. Çox qəşəngdir. Sumkam məni öldürür, sumkam. Bildin də. Biraz da eğlen. Bax, bax, bax. Addan Səsin düşə bilər.